Artıq 2026-cı ilin ilk günlərini yaşayırıq. Ənənəmizə sadiq qalaraq yeni həftənin bürc proqnozları ilə qarşınızdayıq. Gəlin növbəti 7 gün ərzində bürcünüzün sizə nə vəd etdiyini və ötürdüyü mesajları birlikdə kəşf edək. Yanvarın 5-dən 11-nə qədər bütün bürclər üçün ulduz falı hansı vədləri verir? Birlikdə izləyək. Qoç bürcü. Bu həftə sürət yox, istiqamət seçimi ön plana çıxır. İş və karyera ilə bağlı konkret məsələ gündəmə gələ bilər və qərarsız qalmaq vaxt itkisinə səbəb olar. Şəxsi münasibətlərdə isə tələblərini açıq ifadə etmək vacibdir. Uğurlu günlər 6-10 yanvar, uğursuz gün 8 yanvar. Boğa bürcü 5-11 yanvar aralığı sənə sabitlik qazandırmaqla yanaşı yeni məsuliyyətlər də yükləyə bilər. Maddi mövzularla bağlı real hesab aparmaq lazım olacaq. Sizi düşündürən bir məsələ aydınlaşacaq. Uğurlu günlər 5-9 yanvar, uğursuz gün 7 yanvar. Əkizlər bürcü. Bu həftə sözlərin və qərarların çəkisi artacaq. İşgüzar ünsiyyətə diqqətli olun, çünki yanlış ifadə sonradan problem yarada bilər. Yeni planlar qurmaq üçün tələsməyin. Qayda mərhələsi sizin üçün daha faydalı olacaq. Uğurlu günlər 7-11 yanvar, uğursuz gün 9 yanvar. Xərçəng bürcü. İlin bu mərhələsində münasibətlər mövzusu sizin üçün daha həssas olacaq. Qarşı tərəfdən gözləntilər artacaq. Amma hər məsuliyyəti üzərinizə götürmək məcburi deyil. İşdə isə gecikmiş bir məsələ yenidən gündəmə gələ bilər. Uğurlu günlər 6-10 yanvar, uğursuz gün 8 yanvar. Şir bürcü. Bu həftə diqqət mərkəzində olmaqdan çox nəticə göstərmək vacibdir. Gündəlik iş rejimi və məsuliyyətlər artacaq. Sağlamlıq və enerji balansına fikir vermək lazımdır. Tələskən qərarlar fayda gətirməyəcək. Uğurlu günlər 5-7 yanvar, uğursuz gün 11 yanvar. Qız bürcü. 5-11 yanvar tarixləri sizin üçün nizam-intizam dövrüdür. Detallara diqqət sayəsində başqalarının görmədiyini görə biləcəksiniz. Şəxsi münasibətlərdə isə sakit və ölçülü davranış gərginliyi azaldacaq. Uğurlu günlər 6-11 yanvar, uğursuz gün 8 yanvar. Tərəzi bürcü. Bu həftə seçim etmək məcburiyyəti yarana bilər. Həm işdə, həm də şəxsi həyatda yarımçıq qalan mövzuları tamamlamaq lazım gələcək. Qərar verərkən başqalarının fikri deyil, nəticə önəmli olacaq. Uğurlu günlər 7-11 yanvar, uğursuz gün 9 yanvar. Əqrəb bürcü. Hadisələr sizi daha dərin düşünməyə sövq edəcək. Maddi və şəxsi sərhədlərlə bağlı məsələlər aktuallaşır. Bu həftə az danışıb, çox müşahidə etmək sizə üstünlük qazandıracaq. Uğurlu günlər 5-9 yanvar, uğursuz gün 8 yanvar. Oxatan bürcü. Yeni ilin ilk tam həftəsi sizdən daha real planlar tələb edir. Böyük ideyalar olsa da icra mərhələsi diqqət və səbr istəyəcək. Sosial çevrədə bir mövzuya mövqeyinizi bildirməli ola bilərsiniz. Uğurlu günlər 7-11 yanvar, uğursuz gün 9 yanvar. Oğlaq bürcü. Bu həftə məsuliyyət və qərar mövzuları birbaşa sizin üzərinizdə cəmlənir. Atacağınız addımlar yaxın ayların istiqamətini müəyyən edə bilər. Tələsməyin, amma gecikməyin də. Uğurlu günlər 6-10 yanvar, uğursuz gün 8 yanvar. Dolça bürcü. 5-11 yanvar aralığında daxili narahatlıq hissi yarana bilər. Hər şeyi dərhal həll etmək mümkün deyil. Bir qədər geri çəkilib planlama aparmaq daha doğrusu olacaq. Həftənin sonu yaxşı şeylərin olacağı gözlənilir. Uğurlu günlər 5-9 yanvar, uğursuz gün 7 yanvar. Balıqlar bürcü. Bu həftə sizə kollektiv və dostluq mövzuları ilə bağlı mesajlar gətirəcək. Kimlə yoluna davam edib etməyəcəyinizlə bağlı qərarlar verməli ola bilərsiniz. Duyğular güclü olsa da məntiqi kənarda qoymayın. Uğurlu günlər 6-11 yanvar, uğursuz gün 8 yanvar.